Qaydanı öyrən, sən də bu səhvi etmə. Şagirdlərin ən çox səhv etdiyi məqam nədir? Soruşulanda ki, hansı iki tam ədəd arasında yerləşir və yaxud da tam hissəsi neçədir deyəndə, o zaman kökdən təqribən qiymət alırlar. Yazırlar məsəl üçün 5 vurulsun, kök altı 2-dən də çıxardılar təqribən 1,3, bir-birinə vuranda eləyəcək 6,5. Və deyirlər ki, 6,5 ilə 6 və 7 arasındadır. Cavab variantında elə bir qiymət də yoxdur. Yəni bu yazılış ümumiyyətlə nədir? Səhvdir. Deməli, bəs biz bu tipli sualları necə əldə edəcəyik? 5-i kökün daxilinə salmaq lazımdır. Olacaq onda kök altında kökün dərəcəsi 5-in üzərinə yazılır və kökün daxilindəki olan ədədə vurulur. Bu da bərabərdir. 5-in kvadratı eləyəcək 25, bir də vurulsun 2 var burada. Bu da eləyəcək kök altında 50. Bəs biz buradan necə qiyməti tapmalıyıq? 50-dən kiçik hansı ədəddən tam kök çıxır? Olacaq kök altda 49-dan. Bir də 50-dən böyük hansı ədəddən tam kök çıxır? 64-dən. 50 də bu ikisi arasındadır. Yazıram bura kök altda 50. 49-dan deməli tam qiymət 7 çıxır. 64-dən tam qiymət 8 çıxır. 50 də bu ikisi arasında olduğu üçün, yəni 7 və 8 arasında olacaq. 7 tam onda 2 olsun. Yəni doğru cavabımız olacaq bizdə hansı aralıq? 7 və 8.